Nazə Yusif. Bugün sizlərlə birlikdə Brawl Stars'da kupa kasacaq dostlar. Belə videoların devamının gəlməsini istəyirsinizsə kanalıma abunə olub və like atmayı unutmayın dostlar. Oyunda çox dəyişikliklər baş veribdi dostlar. Yeni güncəlləmə səbəbindən bufflər gəlibdi dostlar. Shelly'nin buff'sidir, Colt'undur, Emzindir, Mortis'indir və Spike'ındır. Məndə təkcə Frank'in buff'si var. Və yeni gələn karakter Piers. Mən 4 dənə kutusunu açmışam. 20 dənə olubdu. Budur. Təzə karakter, əfsanəvi karakterdir dostlar. Mənim 58 karakterim var dostlar. Yəni əvvəllər video çəkdiyimdə 40 neçə karakterim var idi dostlar. Ancaq mən yeni karakterlər açdım. İndi Mortis'lə başlayaq dostlar. İkili hesablaşmağa başlayaq. Dostlar, Mortis'in bir dənə təzə özəl gücü gəlibdi. Gecə yarasası. Onunla belə aksesuarını işlətdikdə belə indi görəcəksiniz də dostlar nə olur. İndi başlayaq. Deməli kit var məndən. Baxın dostlar, belə Mortis belə eləyir. Qabağa şunlana bilir dostlar belə. Normal klasik yer gəlibdir. Dostlar. Gözləyin dostlar indi. Və kit qıraq dostlar. Kitləri qıraq dostlar indi. Bu kiti də aldım mı? 4 dənə kitim var dostlar. İndi qabağa belə uçaq biraz. Uçduq. Aha, kit ölür. Öldü. İndi onu dirildək dostlar. Deyirlər belə eləyəndə düşmanlar öldürmür. Gəlin dost olaq. Gəlin məni tutun. Dostlar ölüm. Qaç. Qaç. Öləcəm. Yox. Ayda öldüm. Kit görək məni sağalda biləcəkmi? 3-2-1. Deməli, gedək bunu öldürək. Qabağa şundan qabağa. Belə qaç. Aha. Hesablaşmaya qaldıq dostlar. Allah da belə öldürsək. Öldüm. Ancaq 7 kupa verdi dostlar. 7 kupa verdi. İndi baxaq görək. Bizə dəqiqə dostlar. İndi hansı karakterlə oynuyorum? Puslu hava. Leon Space saldırısını kullandığında görünmez olduğunuz süre boyunca 30 daha hızlı hareket eder diye dostlar. Deməli onda mən Leon'la oynayaq dostlar. Leon'un mən bu özel gücünü sevirəm dostlar. Yəni bir dənə lollipop oluşturur. Lollipopun içində duranda görünmez olur dostlar. İndi cevap çalsın. Yəni çoxunuz bilirsiniz dostlar. Leon'un o aksesuarını. Elbət bilməm. Baxın dostlar, belə eləyir. Görünməz olabilir içində. Güvənli. Burada cihaz belə qala bilir. Ancaq sürəsi çox tez gedir. Kenji buradadır. Necə öldü? Görünmez oldu. Bilmədi yerini. Öldürdü yeni. Dostlar, mənim aşamalı yerindən oynadığım üçün Leon'un belə atır. Gəldi. Gəl dost olaq. Getdim mən. Bu da hə deyir, olaq deyir. Dostlar, öldüm. Mən dirildim. Ağlama.
Dirilsin görək dostlar. 7 saniyədən sonra dirilirəm. Dostlar 3, 2, 1 dirildim dostlar. İndi deməli belə görünməz olaq. Gördüm mən oradan Crow. Hasar aldım. Crow'un yanından düştüm. Ooo! Edgar bir hərəkət elə. Aha. 7, 6, 5, 4, 3, 2, 1, 0. Çaldım. Gelin buraya. Gel. Oradan böyle hızlanak kavatı. Yok. Öldüm ancaq kazandık dostlar. Baxaq görək neçə kupa verdi. 8 kupa. Dostlar mən buradan Chaos yeni gələn Star Drops'u açacağım. Bunu açacağım dostlar. Baxaq görək içindən nə gələ biləcək. Ultra əfsanəvi də gələ bilər. İndi hansı karakterlə oynayaq? Bizə dəqiqə seçim. Mendy ilə girib oynayaq. Bunun kostyumdan aldım. Aha. Bizə dəqiqə dostlar görüm hamısının mı kostyumu elədir. Yox ha. Başlayaq dostlar Mendy ilə. Mendy məndə bu kostyumu var. Girək dostlar. Başlayaq dostlar. Mən kupamı da çoxaltdım dostlar. Axırıncı dəfə oynayanda bilmirəm neçə kupaydım. İndi kupamı çoxaltmışam. Deməli mənimlə baz düşübdü. Başlayaq. Belə atır bu arada. İndi bununla yavaşlada bilərik mənə. Hə, yavaşladı. Yavaşlatıb vura da bilərsiniz dostlar. Yəni elə daha asandır. Spike'dir bu arada o. Ona baxın. İndi buradan Mr. P'yi öldürək. Hasar atım var ama. Ama biri değeri. Girdi. Mən də girdim. Daha mən burada öləcəm axı. Aa, Mr. P getdi dostlar, öldürdüm. Aa. Mr. P'yi öldürdüyümü gördünüzmü dostlar? Qəşəng hərəkət idi. Deməli baz qaç, Spike sən öldürəcək yox. 100%. Qəşəng dirildim. Qaçaq diril. Aha. Fink budadır. Al bunu. Aa, getmədi. Oo, öldüm dostlar. Öldüm. Deməli qardaşım da mənə istək atdı. Girək oynayaq dostlar onlara. Deməli dostlar. Girək. Onun da karakteri 16885. Gözlüyün dostlar. Onun 55 tane karakterim var ama 3 tane karakteri qalıbdı. Deyir hansı karakteri seçeyim. Dostlar baxaq görək. Sizcə hansını seçsin dostlar? Yeni karakter açmışdı. Bununla Moya ilə Ali açmışdı dostlar. Məncə Ali olsun dostlar. Çünki Ali yaxşıdır. Ali olsun. Hazır verimizi verək. Oyunumuza başlayaq dostlar.
Bu arada bundan sonra Steampunk güncellemesidir dostlar. Steampunk'ta yeni Brawl Pass yerinde gün indi 31 gün olacak dostlar. Həmişə normal olanda 20-27 gün olurdu. İndi uzadıbdılar. Və Brawl Pass yerindən əvvəllər 50'ye qədər gedirdi. Onu da uzatdılar. 60'a qədər gedir. Və Brawl Pass yerinə mega kutuyu da qoyubdular. Köhnəsi kimi. Və bir də kaoslar qoyubdular. Mənim belə kupa yerinə sizə göstərdiyimdən. Mən belə bunu olay. Bu belə rozetimizi, mələk rozeti. Mega Mortis var. Girəm buradan Frank'i alaq. O məni alacaq yoxsa... Burada cihaz gizlənək. Heç kimdən işimiz olmasın. Mendy burada Mendy. Az qalsın ki mənə dəyir. Hyper şarjım da çıxdı dostlar. Niye oraya tullandım? Hoppa. Kaç. Aha yeni öldü. Ben buraya gizleniyorum. Aha ben de öldü. Canım doğrusun canım. Dostlar belli. Ay ya, gizlen. Hesaplaşmaya kalsa. Deməli hesaplaşmaya kaldı. Vur. Ayda. Necə öldürəmədi onu? Az yarımca canı kalmıştı dostlar. Ayda. İndi en az kupa ilə baxacağıq Berry. Bunu seçək dostlar. Girə baxacağıq indi nə arasıq. Aha. Brock'du, Shed'di, Charlie'di, Stu'du, Edgar'dı, Amber'dı. Ben topçuyum dostlar, topçu. Böyle atabilirim. Aha. Bunlar uzaktan vurabilirler. Aha Amber geldi. Yok. Dostlar benim karakterim topçudur. Ben ne yapayım? Çıktı. Dostlar benim de videom buraya dostlar. Bir belə videonun devamının gəlməsini istəyirsinizsə kanalıma abunə olub və like atmayı unutmayın dostlar. Sağ olun, salamat qalın.